Salam qızlar, hər vaxtınız xeyir olsun. Ümid edirəm hər kəs yaxşıdır. Bugün alça turşusu bağlayacağım və sizinlə də paylaşmaq istəyirəm. Hal-hazırda bağlamaq üçün əsl vaxtıdır. Bağlamaq üçün albalı yarpağı və nanədən istifadə edirəm. Alçalarımızı suda saxlayırıq, yaxşı-yaxşı yuyuruq. Bağlamaq üçün əlavə olaraq dəfnə yarpağı, dediyim kimi albalı yarpağı, nanə, sonra kişniş toxumu, qara dənəvər istiot, alma sirkəsi lazımdır, şəkər tozu və ya qənd istifadə edə bilərsiniz. Bir də pendir və ya turşu duzundan istifadə edilir. Bankalarımızı sodalı su ilə yuyub, qaynar su ilə yaxalayıram. Bayaq unutdum deməyi, mixək də əlavə edirəm. Hər bankaya 2 ədəd mixək. Sonra digər ədviyyatları əlavə edirəm, həmçinin göyərtiləri də. Sonra isə yuyulmuş alçaları bankalarıma doldururam. Qızlar, kanalıma hələ də abunə deyilsinizsə, abunə olaraq mənə dəstək olmağı, həmçinin şərh bölməsində öz dəyərli fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Alçaları bankaya yığarkən basmaq olmaz. Sadəcə olaraq bankanı biraz sirkələmək lazımdır ki, alçalar yerinə otursun. Bankaların hamısını alça ilə doldurduqdan sonra üzərlərinə şəkər tozu və ya mənim kimi qənd, alma sirkəsi, turşu duzu və ya pendir duzu əlavə edirik. Mən mağazadan alınma alma sirkəsindən istifadə etdim, ancaq siz evdə hazırlanmış alma və ya üzüm sirkəsindən də istifadə edə bilərsiniz. Hər şey əlavə edildikdən sonra başlayırıq bağlamağa. Qapaqların üzərinə əvvəlcə qaynar su tökürük, sonra isə bankalarımızı qaynar su ilə doldururuq. Alçalar yumuşaq olduqda qaynar su əlavə edildikdən sonra qabıqları başlayır partlamağa. Ancaq bərk alçalar seçildikdə, yəni qaynar su əlavə edildikdən sonra siz görəcəksiniz ki, alçaların qabıqları partlamır. Bunun üçün mövsümünü ötürməmək və bərk alçalar seçmək lazımdır. Qaynar su əlavə edildikdən sonra dərhal qapaqları bankalarımızın ağzına qoyub, möhkəmcə bağlayıb bankalarımızı tərs çeviririk. Soyuyana qədər bu cürə belə qalır. Soyuduqdan sonra isə qaranlıq və sərin yerə qaldırırıq. Bu şəkildə mətbəx dəsmalına büküb saxladım. Axşamdan səhərə qədər soymağını gözlədim. Rəngi həm biraz saraldı, həm də baxın alçalarım partlamadı. Qızlar, bura qədər məni izlədiyinizə görə minnətdarlığımı bildirirəm. Siz də bağlayın və qışda nuş edin.